Axşamınız xeyirli olsun, hörmətli tamaşaçılar. Təcili xəbərlə qarşınızdayıq. Belə ki, mövqelərimiz yenidən atəşə tutulub. Martın 19-u saat 14-15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqelerini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bir daha qeyd eləyək ki, bölmələrimiz atəşə tutulub. Martın 19-u saat 14-15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqələrindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Təcili xəbəri diqqətinizə çatdırdıq. Sağ olun, salamat qalın. Bütün hadisələrdən operativ xəbər tutmaq üçün Baku TV həm də KTV kabel televiziyasındadır. Bizi